Cəmi 1200 manat ilkin ödənişdən taksi buraxılışdı. Günü 37 manatdan 36 yox 30 ayla, yəni 1100 manat 30 ayla belə bir aydımız çıxıb satışa. Yüngül kosmetik ehtiyac bunları da sahibi tərəfindən qarşılanacaq, tam təhvili verəcək. Salon səliqəli 78 min səhv eləmirəmsə kilometrajdır. Taksi buraxılışı qətiyyən ləğv olunmayacaq. Bir də hansı məqama toxunmaq istəyirəm? Mən də bilirəm bunun nəqdi qiyməti 21 mindir, 22 mindir. Sən 1200 manat verəndə cəmaatdan 20 mində, 20 min borc götürmüş sayılırsan. Qardaşın qardaşa eləmədiyini başqasından gözləmə. Çoxsu yazır ki, bəs bu nə faizdir, bu belə getdi, elə getdi. Qardaş, mən bütün günü bütün səhifələrə də baxıram. Hər bir halda bunu 4000, 5000 manat ilkin ödənişlə və yaxud da ki 48 ay 1200 manatdan verənlərlə müqayisə eləmişim. Məndəki yenə necə deyim, Allaha şükür bir şeydir. Yəni mən sizə maksimum belə köməkli göstərə bilirəm. Mənim səhifəmi tanıyanlar bilir ki, ən aşağı faizli maşınlar mən tapmağa çalışıram ki, tapıram da, çıxardıram da, paylaşıram həmişə səhifəyə. Daimi izləyicilər bilir. Yəni bu indi cəmaət buna 20 min, 22 min, 23 min pul veribsə, indi də siz ondan faizsiz kreditlə nəsə almağı cəhd göstərirsinizsə, bu alınan iş deyil əzizim. Mən də istəyirəm ki, faizsiz kreditlə mənim əlimdə pul olsun, sizə verə bilim. Amma yəni qardaşım, cəmaət da bundan pul qazanır da. Yəni gərək başqasını da düşünək. Sən də olsan, səndə bu maşın olsa, özün cəmaata 1200 manat ilkin ödəniş verib necə deyək, 36 ay faizsiz kreditlə gözləyə bilərsənsə, gəl qardaşım, sən maşını çəkim 36 ay gözlədin başqasını. Amma ona görə başqasına irad tutma. Yəni bunun da pulu bundan çıxır. Hərənin bir dənə qazanma metodu var. Yəni mən də sizə maksimum nə köməklik eləyə bilirəm. Məsələn, sahibinə tələb eləyirəm ki, bunları düzəltdir, heç olmasa ver. 1200 manat ilkin ödənişlə çəkirəm, hansı ki heç bir yerdə bu ilkin ödənişlə yoxdur. Əlavə güzəştlər eləyə bilirəm ki, maşın sahibinə tələb eləyirəm ki, maşın 100%, yəni kim ödədirsə, borcu qurtardısa, ona qalmaq şərti ilə verilsin. Bir də müqavilə notariusda rəsmi qaydada imzalansın ki, taksi buraxılışı ləğv olunmayacaq. Da mənim də əlimdən valla bunlar gəlir, bir də ucuz tapmaq gəlir. Yəni digər səhifələrə nəzərən ucuz tapmaq gəlir. Yəni bundan da məndə irad tutmayın. Bu mənlik bir şey deyil. Ünvanımız Nəsim metrosun yanında, əlaqə nömrələrimiz səhifəmizdədir. Zəhmət olmasa real müştərilər zəng eləsin. Belə bir aydımızı yaxşı şərtlərlə qaçırmayın. Başqa səhifələrdə 48 ay və yaxud da ki 4000, 5000 ilkin ödənişdən verilən bir aydidir. Yəni onların qanadı yoxdur, bir aydidir. Səhifəmizdə də takib atın ki, elanlarımızı qaçırmayın. Heç olmasa dəyərləndirək.